Almatda keçirilən 2-ci Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub. Almatı şəhərində 17-18 aprel tarixlərində təşkil olunan Aleze 2-ci Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi sərgisində Azərbaycan geniş nümayəndə heyəti ilə iştirak edib. Sərgidə ölkəmizi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, Özəl Tibb Müəssisələri Assosiasiyası, AzHealth Rəqəmsal Sağlamlıq Turizmi Şirkəti, Referans Medical Group, Bioloji Təbabət Klinikası, eləcə də tədbirin media sponsoru olan Öndər TV təmsil edib. Tədbirin rəsmi açılışı bir sıra nüfuzlu beynəlxalq qonaqların iştirakı ilə baş tutub. Açılış mərasimində Türkiyənin Almatı şəhərindəki baş konsulu Tuğba Alan Özdən Fədakar, Aleze qrupun idarə heyətinin sədri Cihad Alagöz, ticarət attaşeləri Ekrəm Alpər Bozkurt, Mustafa Tuğberk Karaman və İlham Polat, Müsiyat Qazaxıstanın sədri Birkan Karakaş və sədr müavini Sərvət Yıldırım, Astana Turizm Ofisinin sədr müavini Olzas İbrayev, Askon Sağlamlıq və Sağlamlıq Turizmi sektorunun sədri Sərdar Kurt, Almatı Turizm Ofisinin sədri Qaliya Erlavona, Almatı Sağlamlıq Turizmi Assosiasiyasının sədri Raisa Nurzaubayeva, Azərbaycan Özəl Xəstəxanalar Assosiasiyası Birliyinin sədri Günəl Əliyeva və Azərbaycan Sağlamlıq Turizmi Assosiasiyasının sədri Ruslan Quliyev iştirak ediblər. Sərgi əsasən B2B formatında təşkil olunub. İştirakçılar arasında keçirilən işgüzar görüşlər zamanı Azərbaycanın sağlamlıq turizmi potensialı, müalicəvi turizm imkanları və rəqəmsal səhiyyə həlləri geniş şəkildə təqdim olunub. Bu görüşlər yeni biznes əlaqələrinin qurulması, təcrübə mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. İlayda Seçer, ben Aleze Grubun Uluslararası İlişkiler ve Marketing'den sorumlu genel müdür yardımcısıyım. İkinci defa Almatı'dayız, 16. fuarımızda. Bu coğrafyada olmak bizi çok mutlu ediyor. Ağırlıklı daha çok Avrupa'da fuarlarımızı yapıyorken bu bölgede de son birkaç yıldır fuarlarımızı gerçekleştiriyoruz. Burada tabii ki Türk kardeşlerimizin yanında olmak da bizim için çok çok değerli. Burada ne yapıyoruz? Her coğrafyaya göre tabii ki stratejimizde de değişiklikler oluyor. Avrupa'daki fuarlarımıza göre burada farklı yaptığımız şeyler de var tabii ki. Bu fuarımız B2B ağırlıklı gerçekleşiyor. Buraya yaklaşık 40 tane sağlık turizmi acentası, aracı kuruluş, sağlık turizmi derneklerine getirdik. Şu an aktif olarak B2B ikili iş görüşmelerimiz gerçekleşiyor. Yaklaşık 3000 görüşme gerçekleşecek burada. Aynı zamanda farklı ülkelerden de katılımcılarımız var. Bu fuarda katılımcılarımız Türkiye dışında, Azerbaycan'dan, İspanya'dan, Almanya'dan, Hindistan'dan, birçok farklı ülkeden katılımcılarımız da burada bulunuyor. Tabii ki Azerbaycanlı katılımcılarımız, kardeşlerimiz bizim için çok çok değerli. İsmim Furkan Dalyan. Trabzon Özel İmperial Hastanesi adına 2. Kazakistan Almatı ALZ fuarına katıldık. Fuara katılmamızın amacı Kazakistan'daki Türk kardeşlerimize yardımcı olmak ve burada yaşayan her vatandaştan hastaya biz de kendimizi bir seçenek olarak göstermek istedik. Bu röportaj için Önder TV sahibi Rami Bey'e çok teşekkür ederim. Ve AHTTSA ve AZ Health CEO'su ve danışmanlarına, tüm ekibe başta Ruslan Bey ve Elnar Hanım olmak üzere çok teşekkür ederim. Kendileri fuarımıza katılmakla fuarımızı hem şenlendiler hem bizleri gururlandırdılar. Onlara bütün bu süreç için şimdiden başarılar dilerim ve hep birlikte güzel işler yapacağımıza yürekten inanıyorum. Her zaman kapımız, hastanemiz kendilerine açıktır. Trabzon İmperial Hastanesi'nde ayrıca bariyatri ve obezite merkezimiz bulunmaktadır. Hastalarımızın transferini, konaklamasını ve hastanedeki tüm sürecini tercümanlarla birlikte eşlik ederek rahat, konforlu ve güvenilir bir sağlık hizmeti vermeye çalışıyoruz. Okan Üniversitesi Hastanesi'nden geliyoruz biz. Adım Süreyya. Uluslararası departmanında çalışıyorum. Kazakistan'da 2. fuarına da katıldık. Hem birincisine hem ikincisine de katılıyoruz. Çok memnunuz. Londra'da da katılmıştı bizim hastanemiz. Moskova'daki fuarlara da katılım yapmıştık. Merhaba, ben Doktor Begüm.
Ankara'da bulunan Lösent Hastanesi'nde başhekim yardımcılığı yapıyorum. Hastanemiz Ankara'da tüm branşlarda hizmet veren bir özel hastane. 200 yatak kapasitemiz var, 70 tane yoğun bakım yatağımız var. Özellikle çocuklarda kemik iliği nakillerinde iddialıyız ama erişkinde de bu iddiamızı sürdürüyoruz. Çocuklarda kemik iliği nakillerinde başarı oranımız %94'lere ulaşıyor. Çünkü biz sadece ilaçları değil, çocukların yaşam tarzlarını, onların diğer bakımlarını da çok önemsiyoruz. Başarımızı da buna bağlıyoruz. Profesyonel şekilde hem erişkinde hem çocukta yürütüyoruz. Forum bize sizlerle tanışma fırsatı kattığı için çok faydalı oldu. Meslektaşlarımızla tanıştık, bizim gibi diğer organizasyonlarla tanıştık, firmalarla tanıştık. Bu kadar kısa sürede bu kadar çok kişiyle tanışabilmek, gerçekten bu imkanı bulabilmek bizim için çok önemli, çok kıymetliydi. Çok da işimize yaradı, çok teşekkür ederiz. Çok da güzel bir organizasyon olmuş. Sağ olun. Меня зовут Элла, я представляю клинику городской кардиологический центр. Сегодня вот нас пригласили на такое событие, как выставка по медицинскому туризму. На данный момент я сижу у стенда клиники из Баку, из Азербайджана. Насколько я понимаю, это многопрофильная больница. Вот. Я думаю, что нужно изучить, и мы будем заинтересованы в dальнейшем сотрудничестве. Qeyd edək ki, sərgi Alize International tərəfindən təşkil olunub və Türkiyə Respublikası Ticarət Nazirliyinin dəstəklənən beynəlxalq tədbirlər siyahısına daxildir. Tədbir eyni zamanda Türkiyə Palatalar və Birjalar Birliyi, Xarici İqtisadi Əlaqələr Şurası və İxracatçılar Birliyi kimi nüfuzlu qurumlar tərəfindən də dəstəklənir. 2 gün davam edən sərgidə MDB ölkələri ilə yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyadan olan aparıcı şirkət və təşkilatların nümayəndələri iştirak ediblər. Sərgi çərçivəsində geniş ekspozisiya təşkil olunaraq, səhiyyə və tibbi turizm sahəsində innovativ xidmətlər nümayiş etdirilib. Tədbir zamanı Azərbaycanın müalicəvi turizm imkanlarına xüsusi diqqət yetirilib. Naxçıvanda yerləşən Duzdağ Müalicə Mərkəzi, Naftalan nefti ilə müalicə imkanları, Şabran bölgəsi, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm potensialı iştirakçılara ətraflı şəkildə təqdim olunub. Sərgi çərçivəsində mühüm hadisələrdən biri də Alize Qrup, Termal Turizmə Dəstək Assosiasiyası və AzHealth arasında üçtərəfli uzun müddətli əməkdaşlıq memorandumu imzalanması olub. Bu əməkdaşlıq gələcəkdə beynəlxalq səhiyyə turizmi sahəsində birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacaq. Bununla yanaşı, Azərbaycan milli stendində Made in Azərbaycan brendi altında istehsal olunan məhsullar təqdim olunub və iştirakçılara ikram edilib. Bu addım ölkənin milli brendinin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edib. Ümumilikdə, Azərbaycanın sərgidə fəal iştirakı ölkənin sağlamlıq turizmi sahəsində beynəlxalq mövqeyinin gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və milli potensialın xarici bazarlarda tanıdılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.